Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 6-sı, həftənin bazar ertəsi günü və son dəqiqə bir xəbərimiz var. Onun nəzərinizə çatdırırıq. Daxili İşlər Nazirliyi xəbərdarlıq etdi. Saxta bank zənglərinə aldanmayın. Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir. Kart məlumatlarını və SMS ilə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar. Bu barədə 365 saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, bu kimi hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermək lazımdır. Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN kod, SMS təsdiq kodu və ya şəxsi məlumatları istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 zəng mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və keçid aldığınız zaman reaksiya verməyin. Heç bir məlumat paylaşmayın və dərhal polisə məlumat verin. Daxili İşlər Nazirliyinin xəbərdarlığında belə deyilir.